Çində hər bir şeyin şəhəri var. Mən sizə demişdim, oyuncaq şəhəri, işıq şəhəri, nə bilim, trikotaj şəhəri. Bugün mən mebel şəhərindəyəm. Foşan şəhəri Asiyanın ən böyük mebel istehsal və satış mərkəzlərindən biridir. Burada minlərlə fabrikin və sərgi salonunun birləşdiyi nəhəng komplekslər var. Dünyada ən gözəl mebel indiki zamanda Foşanda istehsal olunur. Yəni Çinin Guangdong əyalətinin Foşan şəhərində. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu normal taxtadan olan mebeldir. Ucuz deyil, MDF deyil. Ucuz mebeli çəkmişəm, növbəti hissədə olacaq. Əsl krallar üçün mebel. Ev, ofis, otel və restoran mebelləri üçün hər zövqdə, hər büdcəyə uyğun məhsul tapmaq mümkündür. Dükan yerləri mənə deyir ki, istədiyin mebeli seç, dərisini dəyişək, parçasını dəyişək, nə istəyirsən dəyişək. Problemi yox. Yetər ki, istə. Budur. Çinliləri çox sevirəm. Çinlilərin bu xasiyyətini satış olsun, hər şey eləyərik. İnanın mənə ki, pulları da boldur, amma yenə müştəriyə xidmət göstərmək istəyirlər yüksək səviyyədə. Yoxsa bir damcı pul qazanan kimi təkərləri buraxmır. Hər cür mebel istehsal olunur. Ucuz və premium bahalı. Hətta firmaların, böyük firmaların kopyalarını da istehsal edirlər burada, amma qapalı. Arxamdakı dünyaca məşhur olan Louvre, mebelin topdan satış mərkəzi. Yadınızdadır, sizə İşıq şəhərindən sənət əsəri göstərmişdim. Bu da mebel şəhərindəki sənət əsəridir. Bu ticarət mərkəzi o qədər böyükdür ki, bir neçə gün bəs eləməz bunu gəzib qurtarmağa. Çin mebeli haqda çox əfsanələr gəzir. Çoxsu elə bilir ki, burada ucuzdur, İtalyan mebeli daha gözəldir. İtalyanlar özləri gəlib burada sifariş edib aparır, oradan İtalyan mebeli kimi satır. Təbii ki, hamısına şamil olunmur bu məsələ. İtalyan brendləri də var, amma onların qiyməti çox fərqlidir. İtaliyada bir dəst alırsansa, burada həmin pula 3 dəst alarsan. Söhbət bahalı mebeldən gedir. Bir şey də var ki, zövq dəb yenə də Avropadan gəlir. Belə yerlərin belə dandik şeyləri olmayada, amma bu IQ məsələsidir. İndi deyirəm sizə niyə. Uzun sözün qısası, bu adları diqqəti çəkmək üçün eləyirlər, yoxsa başqa şansı yoxdur diqqətinizi çəkməyə. Provokativ marketinqdir, mən bunu adını belə qoyardım. IQ-ya da bilirsiniz niyə görə bağladım. Diqqətimi çəkdi, videonu çəkdim, paylaşdım, görən də girib maraqlanır. Artıq 1-0 qabağdadır. 5 ulduzlu otellər üçün ya da büdcəli otellər üçün mebel var burada. Sadə və yaxud premium villa üçün də var. Məsəl üçün bu divan $5000-dır. Dəri iyi, dəri qoxusu ləzzət eləyir. Detalların görsədim baxın. Divanın dizaynı, tikişləri, balışları, dərisi, hər şey premiumdur. Təşəkkür edirəm baxdığınıza görə. İkinci hissədə daha büdcəli mebeli göstərəcəm. Sağ olun.